Bir kurtum şərab neydi ki onu içip general olardı da? Olmadı. Hele Abbasqulu ağa. Abbas qulu. Abbasın qulu hansı? Həzrət Abbasın qulu. Herhalde xan nəslindən olanlara təmtəralatlar qoyardılar. Koymadılar çünkü bunlar mümindiler. Bunlar görmemiş değiller. Bunlar görmüş kişilerdi. O mümin Müslümandır. Bir ayini de icra eləmədən bırakma. Ne derecede doğrudur ki Rus imperiyasının generalı mümin Müslüman olan. Ona göre de Çar onu yokladı. Meclise davet elədi. Hiç kesin haberi yok idi ki böyle bir mektup var. Onda Çariçe durdu elinde bir qədəh şərab. Dedi ki, Abbasqulu, ben istəyirəm ki bu qədəhi mənim şərəfimə içməsən. Abbasqulu ağa, yani tabii ki içmeyecekti ama bunu necə deməlidir, diplomat kimi necə deməlidir? Bu Çariçedir. Deyir, Çar həzrətləri, mən bir çətin vəziyyətdə qalmışam. Sizin köməyinizə ihtiyacım var. Benim dünyada en çok hürmet ettiğim hanımlardan biri elinde tuttuğu qədəhdə zəhər de olsa ben onu içərəm. Ancak o zəhər benim Allah'ın icazə vermir ki o zəhər içim. Benim indi sizden bir sorgum var. Ben Allah'ıma qulaq asırım yoksa hanıma? Çar da tabii ki dedi ki Allah'a dua asmaq lazım. Bu görüş sübut elədi ki, həqiqətdə də mümin Müslüman idi. Bir kurtum şərab neydi ki onu içip general olardı da? Olmadı. Çünkü o Allah'ın olardı.